qismət beləymiş. Başqa deyiləcək bir söz yoxdur. Müsaizə qol epizodlarında komanda tam olaraq istifadə edə bilmədi. Hücum çatışmazlığı hiss olunur mu komandada? Ehtiyac var mı səncə? Bu cür oyundan sonra nəyəsə ehtiyac var deməyə söz yoxdur. Nəyə ehtiyac ola bilər? Bunu artıq eləmək lazımdır. Mən bilmirəm. Bana ayağının adiyyatı yoxdur. Top boş qapı düşə bilir. Nəyəsə də belə. 90 dəqiqədə bir dənə qol epizodu vermədi rəqibə, amma mərhələni keçmədi. Bir dənə qol epizodu yoxdur. O da qol epizodu deyildi, amma qismətdir, nə? Bəşəs oyundan sonra ətrana nəsə irad bildirir. Yox, irad bildirmirdim. Sadəcə ondan epizoddan əvvəl demişdim. Ortaya daha çox düşkünən. Onu deyirdim ki, bəlkə düşsəydin çatardım. Qarabağ nəyə görə məğlub oldu bugün? Niyə mərhələ keçənmədi? Nədə bəxti gətirmədi? Bəxti gətirmədi. Yəni başqa diləcə söz yoxdur. Bu boyda 90 dəqiqə hücum, bu boyda hücumlar vurur. Sizdən yana olmalıdır. Yaşar, bu qədər əziyyət çəkirsiniz və doğrudan da yəni bu qədər epizodda yaranır. Hər bir şeydə xeyir var deyə üstündən keçə başqa deyiləcək söz yoxdur. Bu qədər təəssüfləndiyin bir oyun olub. Yəni Interlə oyunu ağır sayılır olursa bunu... İnterlə saymasam, mənim bundan ağır olmamışdı. Yəni, bu qədər rahat gedən, bu qədər hər şey yaxın olduğumuz anda bir dənə baş sərbəsindən hər şey söndü. Əvəz etmələr səndə tez döyürdü, bir qədər yəni gözləmək olardı. Yox, hamısı yerindəydi, oyunu biz nəzarət edirdik. Yenə 80-cı dəqiqə keçmişdi, yenə top bizdəydi, hücum bizdəydi. Bir momentləri biz yaradırdıq, yəni rəqib heç nə eləmir. Bir dənə heç nə də, bir dənə balaca epizod, hər şey son qoydu. İçəridə yaxınıdır, yəni sən də yaxınlaşdın ona, o oyunu davam etdirə bilməzdi, yəni əvəz etmədən qabaq sən ona yaxınlaşdın. Çox yorulduğunu dedi, yəqin ona görə məqsəd onu əvəzlədilər. Məsələn, son dəqiqələrdə hücuma keçməniz şəxsi təşəbbüs oldu. Yox, qurban mənə vaxtı qurban mənə irəli keçsin. Məsələn, növbəti Avroliqan playoffuna hazırlaşmaqın necə çətin olacaq belə bezikdən sonra? Əlbəttə ki, çox çətin. Psixoloji baxımdan. Komanda hamı razılığa qədər çöküb, aydın məsələdir. Bəlkə başqa cür hesab geçsəydi, başqa cür məğlub olsaydı, o qədər təsir eləməzdi biz, amma bu cür hər şey yaxın olduğum anda, illərlə bir əziyyət çəkib çempionlar liqasına ruhuna düşmək istəyir. Bu qədər yaxın olduğumuz anda hər şey yox oldu.